taktika. Deməli, analoji oxşar, bənzər, uyğun mənalarını verir. Mühafizəkar köhnəlik tərəfdarı. Taktika isə döyüşə aparmaq sənəti. Ona görə də deməli, analojiya B variantı uyğun gələcək. B variantı. Mühafizəkara D variantı. Taktikaya isə olacaq A variantı. Zid, tərs, buna əks söz uyğun gəlir. Bu burada yoxdur. Nizam, intisam, qayda, qanun. Bu isə belə bir söz yoxdur. Ona görə də cavab olacaq. Deməli 1B, 2D, 3A. A variantı. İkinci suala baxaq. El-Venn diaqramında cümlələrə aid doğru fikirləri müəyyən edin. Məqsədə məşhur insan olmaq idi. Gəlin təhlil eləyək. Məqsədi burada i təsirli çal deyil. Çünki onun məqsədi mənsubiyyətdir burada. Mənsubiyyət olanda da adlı xal olur. Adlı xal mübtədadır. Məşhur insan olmaq idisə xəbər gedəcək bir yerdə. Məqsədinə çatmaq üçün daim çalışırdı. Nə məqsədlə daim çalışırdı? Məqsədinə çatmaq üçün bir yerdə məsdər tərkibi məqsəd zəfliyi rolunda daim çalışırdı. Daim çalışırdı. Nə zaman çalışırdı? Zaman zəfliyi. Deməli, zaman zəfliyi olacaq. Çalışırdı xəbər. Gəlin baxaq. Deməli, feili xəbərlidir, xeyr. Çünki məsdər tərkibi, məsdər, sonra feili sifət. Bunlar feili xəbər olmur, ismi xəbər olurlar. Amma feili bağlamaya gələndə feili bağlama zərflik olur. Deməli, bir bura aid deyil. Biri bax bura yaza bilərdik. Çünki çalışırdı feili xəbərdir. Yalnız baş üzvlərdən ibarətdir, bəli. Mübtəda xəbərdən ibarətdir. Deməli, 1-2-dir. Xəbərləri sadə feillərlə ifadə olunub. Bəli, burada sadə feildir ikincisində. Yəni çalışırdı sadə feildir. Amma məşhur insan olmaq idi artıq məsdər tərkibidir. Ona görə 3 uyğun gəlməyəcək. 4-ə baxırıq. 2 zəflik işlənmişdir. Bəli, zaman zəfliyi və məqsəd zəfliyi 4 düzdür. Mübtədası var. Mübtədası var, bunun yox. Birincinin var. Yəni 5 burada yazılmalı idi. Ona görə də düzgün cavabı istəyir. Doğru fikirləri istəyir. Cavab olacaq 2 ilə 4 B variantı. Gəlin keçək növbəti suala. Hansı sözün tərkibində dodaqlanan saitlərin sayı daha çoxdur? Ümumiyyətlə, sait samit düşdüsə, o dəqiqə tələffüzünə baxsınız. Deməli, leksikologiya fikir verilsə bir dənə burada o saiti qalır. Bizdən dodaqlanan istəyir. Leksikologiya. Bir dənə o qalır. Yəni tələffüz cəhətdən götürürsünüz. Bir dənə o qalacaq. Deməli, bir dənə. Bunda bir dənədir. 1. Kosmonavt. Yəni burada ümumiyyətlə yoxdur. Burada yoxdur. Orfoqrafiya. Orfoqrafiya. Fikir verdiniz, burada da yoxdur. Yəni 0. Biologiya. Burada bir dənədir. Lo. Bir dənədir. Kosmos deyənməli. Kosmos. 2 dənə. Deməli, hansında çoxdur? A-da. Artıq bildiniz cavabları. Cavabı bildiniz. 3-də olacaq A variantı. Keçək 4-cü suala. Sual əvəzlər yaranan sual cümləsini müəyyənləşdirin. Məqsəd və intonasiyaya görə cümlənin növləri ilə bağlı sualdır. A variantı nəqli cümlədir. Bu getdi. Səni hansı kitablar maraqlandırır? Bəli, cavab burada B variantı olacaq. Hansı sual əvəzli idi? Deməli, özü də konkret cavab tələb edir. Əgər sual əvəzli işlənirsə, konkret cavab tələb edir. Bəli, cavab B olacaq. B olacaq. Deməli, A-da dedik, müəyyən deməli, nəqli cümlədir. Bu işin nəticəsini təxmin edirsənmi? Burada gələndə isə, bu da sual cümləsidir. Amma sual əvəzliyi yoxdur. Burada deməli, sual ədatı var. Məgər istədiyin hər şeyi etməlisən. Burada da sual cümləsidir, amma baxın, məgər sual ədatı var. O C variantında isə sual ədatı ilə qurulub. Nə möhtəşəm, nə də gözəl idi. Burada nə deməli inkar bağlayıcısıdır, nə möhtəşəm, nə də gözəl idi. Bu olacaq deməli nəqli cümlə. Cavab olacaq B variantı. Nümunələrin birində şəxsə və kəmiyyətə görə dəyişməyən feil hansı sualına cavab verir? Hansı sual deyəndə və şəxsə və kəmiyyətə görə dəyişməyən feil deyəndə bu ancaq feil sifət ola bilər. Gəlin baxaq. A variantında insanların etibarını qazanaraq çox uzaqlara gedə bilərsən. Burada feili bağlama var. Şəxsə və kəmiyyətə görə dəyişməyən feil var, amma hansı sualına cavab vermir?
İnsanların etibarını qazanaraq çox uzaq yerlərə, çox uzaqlara gedə bilərsən. Deməli, çox uzaqlara gedə bilərsən. Necə gedə bilərsən? İnsanların etibarını qazanaraq. Burada necə sualına cavab verir. Şəxsiyyət cəmiyyətə dəyişməyən feil var, amma A deyil. Şeiri həvəslə danışmağı ilə hamının diqqətini cəlb etmişdi. Deməli, şeiri həvəslə danışmağı ilə. Həvəslə danışmağı ilə, deməli, biz baxıb görürük ki, burada nə baş verir? Şəxsi və cəmiyyətə dəyişməyən feildir, hansı sualına cavab verməlidir? Bir daha qeyd edirəm ki, söhbət feil sifət, məsdər və feil bağlamadan gedir. Amma hansı sualına gələndə bu artıq təyin olmalıdır. Daha doğrusu feil sifət olmalıdır. Şeiri həvəslə danışmağı ilə hamının diqqətini cəlb etmişdi. Nə ilə hamının diqqətini cəlb etmişdi? Şeiri həvəslə danışmağı ilə, bu da nə ilədir? İlə qoşması var. Sonra keçək C variantına. Mehriban gülüş, yəni B variantı olmayacaq. Keçək C variantına. Mehriban gülüşlü qız bizə yaxınlaşdı. Mehriban gülüşlü qız. Burada şəxsə və cəmiyyətə görə dəyişməyən feil olaraq, yəni nə feil bağlama, nə feil sifət, nə də məsdər yoxdur. Ona görə də bu variant heç uyğun deyil. Keçək D variantına. Kiçiklərə mərhəmət göstərməklə daha da ucalarsan. Kiçiklərə mərhəmət göstərməklə burada artıq deməli şəxsə və cəmiyyətə görə dəyişməyən feilimiz var, yəni məsdər tərkibi var. Kiçiklərə mərhəmət göstərməklə daha da ucalarsan. Necə ucala bilərsən? Kiçiklərə mərhəmət göstərməklə. Necə sualına cavab verir? Özü də məsdər tərkibidir. Fikir versinizsə, necə sualına cavab verir? Məsdər tərkibidir. Yəni bu D variantı uyğun gəlir, amma hansı sualını bizdən istəyir? D variantı da getdi. Oxuduğu nəğmələr hər kəsin ürəyincə oldu. Hansı nəğmələr oxuduğu nəğmələr? Bax, ən uyğun cavab budur. Cavab olacaq E. Yalnız qrammatik mənası olan sözü müəyyən edin. Biz bilirik ki, yalnız qrammatik mənası olan sözlər köməkçilik hissələridir. Amma elə köməkçilik hissələr var ki, daha doğrusu elə sözlərimiz var ki, həm leksik mənası da olur, qrammatik mənası da olur. Yəni burada yalnız qrammatik mənası olan söz deyəndə artıq ancaq köməkçilik hissəsi olmalıdır. Məsələn, ayrı sözü var. Ayrı sözü deməli qeyri başqa özgə savayı ayrı. Bu qoşma olacaq. Həm də bu ayrı sözü sifət kimi də olacaq. Yəni leksik mənası da var bunun. Deməli, gələ baxırıq. Gəl həm feil kimi istifadə oluna bilər, həm də ədat kimi ola bilər. Kimi biz bilirik ki, kimi sual əvəzliyi ola bilər. Sonra köməkçilik hissəsi olaraq qoşma kimi istifadə oluna bilər. Ona görə də bu da ola bilməz. Çünki həm ayrı, həm kimi, həm gəl sözlərinin artıq leksik mənaları da oldu, qrammatik mənası da oldu. Yəni yalnız qrammatik mənası olan soruşur ki, ancaq köməkçilik hissəsi olmalıdır bu. Əvvəl sözü qoşma da var, zaman zərfi də var. Ötürü isə artıq qoşmadır. Ötürü artıq qoşmadır. Ona görə də bizdən də soruşur ki, yalnız qrammatik mənası olan sözü müəyyən edin, ötürü artıq olacaq qoşma. Keçən 7-ci suala. Nümunələrdən birində xəbər qeyd edirəm ki, uşaqlar, ötəri söz də düşə bilər sizə. Ötəri. Bu söz artıq zərfdir. Yəni belə qoşma olmur. Deməli, keçən növbəti suala. Növbəti sualda deyir, nümunələrin birində xəbər şəklində olan feil idi köməkçi sözü ilə işlənib. 7-ci sualda. Gəlin baxaq. Öyrəndiklərini yenidən təkrarladı. Təkrar sözün kökü la. Feil düzəldi. D da zaman. A da yoxdur. Dünən fırtınadan çalxalanan dəniz bugün sakit idi. Bəli, idi hissəciyi var, amma feil deyil. Sakit bilirsiniz, sifətdir. Ona görə də B-də çıxdı. Bizə deyir ki, feil idi köməkçi hissəsi ilə işlənmişdir. Həmişə uşaqlarla mehriban davranardı. Davran sözün köküdür. Ar qeyri-qəti gələcək zaman şəkilçisidir. D da idin qısaldılmışı. Feilə idi qoşulub cavab C. Zirvəyə qalxanlar daha əvvəl təlimdən keçənlər idi. Bəli, burada nə baş verir? Xəbər şəklində artıq bizə deyir özü də. İndi burada feilimiz xəbər şəklində deyil. Çünki
D variantında keçənlər təsriflənməyən feildir. Təsriflənməyən feillərdə bilirsiniz, feilin şəxsi və kəmiyyəti görə dəyişməyən feillərdir. Burada təsriflənməyən feildir. Xəbər şəkli deyil bu. Ona görə də bizdən deyir ki, xəbər şəklində olan feil idi köməkçi sözü ilə işlənmişdir. Zirvəyə qalxanlar daha əvvəl təlimdən keçənlər idi. Yəni bu artıq təsriflənməyən feildir. İdi hissəsi ilə işlənib, amma xəbər şəkli olan feil deyil. Ona görə D-ni də sildik. Ev variantına baxırıq. Kənddəki evimiz sanki məni keçmişə apardı. Apar sözünün kökü D, keçmiş zaman şəkilçisi. Burada D zaman şəkilçisidir. Ona görə də bu da olmayacaq. Cavab olacaq C. Sadə cümlənin şəxsə görə növləri düzgün göstərilmişdir. Gəlin baxaq. Yazıb ki, gərək başqalarına yuxarıdan aşağı baxmayasan. Yazıb müəyyən şəxsli cümlə. Bu ümumi şəxsli cümlədir. Gərək başqalarına yuxarıdan aşağı baxmayasan. Bu ümumi şəxsli cümlədir. Biri siləcək, biri olmayacaq. Ədalətli insanlardan xoşum gəlir. Xoşum gəlir, hamımız bilirik ki, frazoloji birləşmədir. Artıq burada frazoloji birləşmə işlənməsi deməli bizə işarə verir ki, bu artıq şəxsi cümlədir. Ədalətli insanlardan, necə insanlardan ədalətli, kimlərdən, insanlardan xoşum gəlir. Deməli, olacaq şəxsi cümlə. 1-2-dir. Gecənin xeyrindən gündüzün şəri yaxşıdır. Ümumi şəxsli cümlə. Gecənin xeyrindən gündüzün şəri yaxşıdır. Nədir yaxşıdır? Nə yaxşıdır? Deməli, gecənin xeyrindən gündüzün şəri. Fikir verilirsə yazıb ki, ümumi şəxsli cümlədir. Xeyr, ümumi şəxsli cümlə deyil bu. Gecənin xeyrindən gündüzün şəri yaxşıdır. Nə yaxşıdır? Gecənin xeyrindən gündüzün şəri. Bu müəyyən şəxsli cümlədir. Ümumi şəxsli cümlə deyil. Ona görə də 3 də getdi. Düzgün fikri soruşur bizə. Artıq onun yolunu gözləməkdən bezmişdi. Bəli, burada o bezir. Baxın, o. Onu artırıram. Deməli, müəyyən şəxsli cümlədir. O bezib. 2-4. Hələ ki, düzgün cavabdır. Daldan atılan daş topuğa dəyər. Ümumi şəxsli cümlədir. Deməli, bəzən şagird elə başa düşür ki, bu müəyyən şəxsli cümlədir. Çünki daş mübtədadır. Xeyr. Daşı. Burada daş deməli tamamlıqdır. Ona görə də mübtəda deyil. Ona görə də ümumi şəxsli cümlə qeyd edilir. Ümumi şəxs, daha doğrusu ümumi şəxsli cümlə deyil. Mübtəda deməli müəyyən şəxsli cümlədir. Bir daha deyirəm. Hansı daş? Daldan atılan daş. Təyin. Daş mübtəda. Çünki gəlin tam olaraq izah edeyim. Daldan atılan daşı topuğa dəyər. Onun daşı. Çünki onunu artıra biliriksə, baxın, daldan atılan daşı topuğa dəyər. Onun daşı avtomatik gedəcək bu nəyə? Mənsubə şəkilçisinə adlı xala mübtədadır. Topuğa dəyər. Fikir versinizsə, nə edər? Dəyər, nəyə dəyər? Topuğa dəyər, tamamlıq. Yəni bu müəyyən şəxsli cümlədir. 5 də uyğun gəlməyəcək. Cavabımız olacaq 2 ilə 4 D variantı. Hansı bənddə yalnız düzəltmə sözlər verilib? Gəlin bir-bir baxaq. Deməli, cilvəli söz düzəltmədir. Biri artıq budur. Cilvə, cilvəli. Deməli, keçək açıq sözünə. Açıq sözü düzəltmədə açıdan açıq. Xoşbəxtlik mürəkkəbdir. Ona görə də A variantı çıxdı. Oxumuş sadə, yazar düzəltmədir. Güldürmək isə düzəltmədir. Bizə deyəcək yalnız düzəltmə sözlər verilib. B-də səhvdir. Vuruşmaq düzəltmə, sahibkar düzəltmə, qarış sadə. Deməli, vurdan vuruş, sahibdən sahibkar. İndi mən işarələrlə göstərə bilmirəm. Biraz səliqəsiz olacaq. Vuruş, qarış sadədir. Yəni qarış bax burada sadə olacaq. Söhbətdən söhbətləş, saral sadə, zəhmətkeş düzəltmə, söhbətləş düzəltmə. Ləş leksik şəkilçidir. Ümidli düzəltmə, dilədən dilək düzəltmə, meşədən meşəlik düzəltmə. Cavab olacaq E. Gəlin keçək növbəti sonuncu sualımıza. Mürəkkəb cümlə deyil. Tabeli bağlayıcısı varsa artıq mürəkkəb cümlə olacaq. A-da şərt bağlayıcısı var. A variantı deyil.
B-də 2 aydınlaşdırma bağlayıcısı var. B variantı deyil. C-də 2-ni artıra bilirik. Artıq 3 il idi ki. Deməli, tabilik mürəkkəb cümlə olacaq bu. Bu da deyil. İstəyirdi ki, tabilik bağlayıcısı D variantı da deyil. Dostlarını görməyə getdi, heç kimi tapmadı. Kim gedir görməyə dostlarını? O. Kim tapmadı? O. Deməli, burada getdi və tapmadı xəbərləri eyni mübtədaya aiddir, yəni o-ya aiddir. Baxmayaraq ki, o burada verilməyib, təsəvvür etsək, yəni onu bərpa etsək, bir mübtədaya tabidirlər. Ona görə də E variantı sadə cümlə olacaq. Kanalımıza abunə olmağı və videoları bəyənməyi unutmayın. Onlayn buraxılış qruplarımız var. İstəyən şərhə yazıb deməli müraciət edə bilər. Sağ olun, dərsinizdə uğurlar.